Değerli dostlar, hoş gördük hər birinizi əziz dostlar. Bugün daha bir değerli bir ünvandayıq. Şəhid Nəbiyev Habil, Nəbi oğlunun həyat yoldaşı Nəbiyeva Şamama Şükür qızının çağırışına gəlmişik değerli dostlar. Deməli, burada məsələ o qədər ciddi məsələdir, o qədər qarışıq məsələdir. Məşhur bir həkim, şəhid ailəsinə məxsus olan torpaq sahəsini özləri də qeyd edəcəklər. Təhdidlə, hədədəylə, nə bilim, daha bütün imkanlarından istifadə edib adamlara məxsus olan Suraxanı rayonu Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini ələ keçirib. İndi Şamama xanımı dinləyəcək. Həkim isə məşhur həkim Yadigarov Şahmin Yusufoğlu. Deməli, həmən həkim Yadigarov Şahmin Yusufoğludur. Onun haqqında isə ayrıca danışacağım. Hoş gördük Şamama xanım. Hər vaxtınız xeyir olsun. Hoş gördük. Buyurun, özü təqdim edin. Kəlbəcər rayonuna Qaşqın Nəbiyeva Şamama Şükür qızı. Buyurun. Torpağa məxsus bizə. Belə bir, bunu bizi o həkim, mənim yoldaşım da həkim olur, şəhid olur. Allah rəhmət eləsin. 6 da uşaq qalıb, 6 uşağı. Belə bir ki, o torpaq sahəsi ilə. 6 uşaq o torpaqla böyütmüşsünüz. O torpaq sahəsi ilə oxutmuşam, böyütmüşəm, uşaq çətinliyinə. Bir neçə hələ şəhid ailə, bir neçə nəfər, daha təymək yox, bir neçə nəfər də oradan dolanır. Mənə az öncə dedilər, 50-yə yaxın ailə oradan dolanır. 50-yə yaxın, oradan dolanır. Bu həkim də Şahmurdur, Bəli. Şahmir həkim. Bəli, bizi hədə qorxu ilə o torpağı əlimizdən alıb zəbt edir. Elə bir ki, yəni onun məbləğində cüva verirəm, böyük verdim, sabah az belə, bizi qorxuzda. Yəni, deməli, bu dəyərindən qat-qat ucuz almağına baxmayaraq, həmən məbləği də sizə hissə verib. Hissə verib, verməyib. Ta heç yardan da çoxu verməyib. Yardan çoxu qalıb. Yardan da çox qalıb. Nə deyib vermir? Şamama. O bizi o şey hədəliyir, qorxuzdur, belə gələrəm, masarəm, çəsərəm. Mən də deyirəm, prezidentimiz var, İlham Əliyevə, üst tuturam İlham Əliyevə. Bir şəhid ailəsi kimi bir kömək eləsin. Bu, onun zəbt olmuş torpağımızın məbləğin yansın, ya torpağımızı alsın, bizə qaytarsın, bizə versin. Ya torpağı istəyirsiniz, ya pulunu istəyirsiniz. Ya pulunu. 93-də, 95-də biz Qaşqın gələndə ulu öndərimiz gəldi Qaşqınların görüşünə. Şumenko ilə. Mən onunla elə bir əl tuttum, görüşdüm. Xahiş edirəm, o görüşə baxarlar, onda bilərlər. Siz Rəhmətli Heydər Əliyevə görüşürsünüz. Məni səmimi qarşıladı. Yəni ki, biz şəhid ailələri qampulsu ilə, qanı ilə o torpaqlar alınıb, o bayraqlar taxılıb. Çox xahiş edirəm Mehriban xanımla, İlham Əliyevdən, yüzümü tuturam onlara ki, bizim o alınan torpağımızı alsın bizə, qaytarsın ya məbləğimizi alsın, ya onların cəzasını versin. Deməli, Yadigarov Şahmin Yusufoğlu, sizdən şəhid ailəsi torpağını istəyir. Ya adamların torpağını verin, ya pullarını verin, ya qardaş. Sən şəhid ailəsini neyin bitirməlisən? Dəyərli dostlar, qarşı tərəfi təbii ki, mövqeyi işıqlandırmaq hazırıq. Bu məsələ bizim diqqətimizdə qalacaq. Təbii ki, Şamama xanım qeyd elədi ki, 50-yə yaxın ailə o torpaq sahəsindən dolanır. Onların hər birinin deyəsi sözləri var, xahiş edədilər bizə. Buyurun. İki ildir ki, bax belə hamımız oturmuşuq, imkan yox, bir şey yox, dolandıra bilmirik balalarımızı. O torpağa görə. Aysə, o torpağa görə. Belə, dəyərli dostlar. Biz karşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Bir sözü olarsa, təbii ki, biz onun mövqeyini işıqlandıra bilərik. Bu mövzu bizim diqqətimizdə qalacaq. Təbii ki, məsələni diqqətdə saxlayacaq dəyərli dostlar. Yayımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağ olun.